Salam, gəlin 34-cü sualı həll edək. Bizə verir ki, ABC 3 bucağında AB bərabərdir AC. AB perpendikulyardır. AD 6 və BD 18 olarsa DC parçasının uzunluğunu tapın. DC gəlin bir x deyək. Yəni bizdən x-i soruşur. İndi gəlin həllə keçək. A təpəsindən BD-yə bir perpendikulyar endirirəm. Belə bir perpendikulyar endirdim. Və ABC 3 bucağı bərabər yanlı 3 bucaqda. A təpəsindən BD-yə bir hündürlük endirirəm və bura bir H yazıram. O zaman AH bərabər yanlı 3 bucağa görə həm hündürlük, həm median, həm də tənbələn olacaq. İndi gəlin buranı qeyd edək. Bura 6 vermişdi. BD-ni də ümumi olaraq 18 verib. Bura proyeksiya ayıraq. M və N deyirəm. Düzbucaqlı 3 bucağa əsasən biz 6-nın kvadratı bərabərdir M vurulsun ümumi 18 yaza bilərik. Düzbucaqlı 3 bucağın xassəsinə əsasən. İndi buradan 36 bərabərdir 18-ə, M bərabərdir 2-yə. Demək, yeni 2 tapdıq. B-dən D qədər olan məsafə 18-dir. Əgər bura 2 isə, o zaman burada 16 olacaq. İndi həmçinin BH-la HC bir-birinə bərabərdir. Çünki median idi. Median da tərəfi yarıya bölürdü. Əgər bura 2-dirsə, o zaman burada 14 qalır. Demək, cavabımız da 14-dür.